Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə. Bu, Lənkəran rayonu Boladı kəndi, mən Rızayev Zəfər Əlirzaoğlu. Bu, bələdiyyənin ərazisidir. Yəni, şəxsən bələdiyyənin sədri Dadaşov Salman buranı zəbt eləyib, özününki eləyib. Və bu kanal da su ötürücü kanaldır. Yaşadığım ərazidə, olduğum ərazidə 70% əkin ərazilərinin su ilə təmin olunması ilə birbaşa bu kanalın rolu var. Bu kanalı qazdırıb özü üçün balıqçı təsərrüfatı kimi qələmə verəcək və əsas məsələ suyun qarşısını alıb, bu kanalın uzunluğu azından 1 kilometrdir. Suyun qarşısını alıb, bu kanalın lap sonunda mənim ərazimdir. Baxın, o kifayət eləmir, təzədən ondan sonraki yerdə də yenə də suyun qarşısını alıblar. Bu yaxınlarda bu kanalın əvvəlini çəkdiyimə görə, yəni şikayət elədiyimə görə mənə böhtan atıldı və Daxili İşlər Nazirliyinə məndən şikayət olundu. Allah da görür yuxarıdan, bu qanunlarımız da var. Allaha çox şükür, amma bələdiyyənin sədri üçün bizim dövlət qanunları əsas deyil. Ona kimlər qanunlar qoyub, o onunla gedir. Tələb eləyirəm, mənim bütün yollarım bağlandı. Mən əkin əkə bilmədim bu il. Əkinçiliklə dolanırdım. Dolanışığımı tamam kəsdilər. Tələb eləyirəm, bələdiyyənin sədri, müavini, bütün bələdiyyə üzvləri barədə tədbir görülsün. Bu kəndi batırmaq üçün onlara vəsaitlər buraxılır. Kimlər tərəfindənsə bilmirəm, o araşdırma göstərər onu. Tələb eləyirəm, bunlara son qoyulsun.